Deməli, salam dostlar, mən bir şey haqqında danışmaq istəyirəm. Deməli, neçə vaxt deyirdim ki, bəs Mendilli adında TikTokda belə bir veriliş hazırlamaq istəyirəm. İlk versiyasını yayımlamışdım. Bu ilə də istəyirəm yayımlayam, amma bugün biraz Eurovision'dan danışmaq istəyirəm. Deməli, dünənləri bizimkilər, yəni Mamaqama qrupuydu çıxış edən. Çox qəşəng idilər, yəni oxumaqları, səhnəsi falan hamısı maraqlıydı. Hətta Səfayının saç çalmağı da qəşəng idi. Düzdür, əvvəl baxmırdım, yəni heç dünənə qədər heç tamam unutmuşdum ki, yəni dünənləri birinci yarı finaldır. Çünki neçə vaxtı heç baxmıram, yəni dəqiq maraqlanmıram da. Amma dünənləri 12 xal blog Eurovision blogunun səhifəsində gördüm bir gün əvvəldən ki, bəs Eurovisionun birinci yarı finalıdır. Yəni son gündə xəbərim oldu. Məsələn, dünən axşam canlı yayımda düzdür, mən onların ifalarını YouTube-dan izləyə bilmədim. Sonradan performansları yerləşdirmişdilər, qoydum, baxdım. Həqiqətən çox qəşəng idi, düzdür, amma heyfsizlərdən finala keçə bilməməyimizə görə, düzdür, mən elə gəl ki, biraz nələrsə dəyişikliklər eləmək lazımdır. Bilmirəm səhnədəmi, ya bilmirəm nəsə maraqlı bir şey olmalıdır. Yəni elə bir şey olmalıdır, ya da oğlan seçimində elə bir oğlan seçmək lazımdır ki, yəni yenidən finala keçmək şansını artırsın da. Çünki ən azından bir oğlan kriteriyaları var da Eurovision'da. Məsələn, baxırsan elə gözəllikdə, elə ideal gözəllikdə bir oğlan olmalıdır ki, yəni o diqqəti, yəni bütün ölkələrin diqqətini öz üstünə çəkməlidir. Yəni hamı ona baxanda wow deməlidir, heyran olmalıdır. Yəni o öz gözəlliyi ilə də cəlb eləməlidir. Yəni təkcə oxumaq kifayət eləmir. Yəni ən azından bunu hamı bilir ki, biraz oğlanın xarici görünüşündə də gözəlliyi olmalıdır. Yəni çağırmalıdır da, yəni səni özünə sarı çağırmalıdır ki, sən də onun performansına baxasan, səhnəsinə baxasan, amma səhnə, mahnı oxumaq heç nəyi həll eləmir də. Ən azından biraz gözəlliyin, yaşığın, nə bilim, mimikaların, belə biraz açıq deyəcəm, biraz başdan çıxarıcı gözəlliyin olmalıdır ki, yəni sən o səhnədə hamını ələ ala biləsən də, yəni ən azından sənin oxuduğun səhnə, nə bilim, elədiyin rəqslər, hər şey insanları özünə cəlb eləsin. Nəsə dünənləri son anda, yəni dediyim kimi xəbərim olub ki, yəni dünən yarışın ilk yarı finalıdır. Heç indiyə kimi doğrudan da bilmirdim ki, yəni yarı finallar nə vaxtdır, final nə vaxtdır, heç maraqlanmırdım da. Amma dünənləri son gün, ya dünən idi, səhv eləmirəmsə, ya da sırağa günü idi. 12 xal Eurovision blogunun Instagram səhifəsində gördüm ki, bəs Eurovision'un yarı finalıdır. Tez hazırlaşdım, cips falan, hər şey hazır qoydum ki, oturum baxdım da, ancaq televizordan çox gec olurdu. Yəni mən televiziyadan izləmirəm o vaxtı. Yəni biraz pis oluram, gecə narahat oluram, baxa bilmirəm. Amma YouTube-a qoyulanda, yəni YouTube-da da canlı yayımda televiziya ilə elə bir ki, YouTube platforması arasında belə yayımlanma tezliyinin dəqiqi fərqi var da. Məsələn, televiziyada yayımlananda YouTube-da elə bir ki, ya bir dəqiqə tez yayımlanır, yaxud da televiziyada yayımlanandan YouTube-da bir dəqiqə gec yayımlanır. Məsələn, belə olur ki, YouTube-da baxırsan, gəlib görürsən ki, televizorda artıq o performansı verirlər, amma görürsən ki, YouTube-da artıq o performans çoxdandan verilib. Televizorda verirlər, gedib baxırsan ki, YouTube-da hələ o performansı çatmayıb, nəsə belə. Yəni, ümumiyyətlə, həmçə mən yerə baxanda çox vaxtı YouTube-dan baxıram. Yəni, bizim uşaqlar dəhşət qəşəng idilər, maraqlıydı. Finala keçməməyə mən bir şey deyə bilərəm ki, yəni, mən adi izləyiciyəm, başqa bir şey deyə bilmərəm. Yəni, elə bir nəsə deyə bilmərəm ki, belə olsun, belə olsun. Onun heç səlahiyyətim də çatmaz, onun biləcələri var, yəni baxanlar bilir. Amma ən azından bir izləyici gözü ilə deyə bilərəm ki, yəni, əgər oğlan göndərilirsə, ya qız göndərilirsə, indi elə olmalıdır ki, ən azından o diqqəti özünə çəkib cəlb eləməlidir, bir yaraşığı olmalıdır, xarizması olmalıdır, yəni göz alıcı gözəlliyi olmalıdır. Yəni o oğlan elə olmalıdır ki, sən hər dəfə onu görmək istəməlisən, baxmaq istəməlisən, amma yenə də o razı eləyirəm, möhtəşəm idi, maraqlı idi, heç heyfsilənməsinlər, yəni bu hələ asan deyil. Çünki mən bilirəm ki, yəni səhv eləmirəmsə, onların daha öncə də başqa bir ölkədə belə bir qalibiyyətləri olmuşdu. Yəni bu tək onlara aid deyil. Yəni bugünə qədər gedən, təmsil edən, amma yəni bir balaca alınmayan bütün uşaqlara aiddir. Yəni məncə üzülmək lazım deyil. Bu hələ yolun sonu deyil. Hələ başlanğıcıdır.
Eurovision sadəcə bir sınaq mərhələsidir və bizim uşaqlar da hər dəfə o sınaqdan çox böyük oyunla keçirlər. Onlara motivasiya lazımdır, onlara dəstək lazımdır, onların yanında olmaq lazımdır, onlara kömək olmaq lazımdır. Yəni, keçmədiyinə görə qınamaq lazım deyil, tam tərsi motivasiyalarını düşürmək lazım deyil. Psixoloji cəhətdən stresə düşə bilərlər, narahat ola bilərlər. Ümumiyyətlə, karyeralarını tərk edə bilərlər. Çünki hələ gəncdirlər, cavandılar, həvəslidirlər, maraqları var, istəyirlər ki, nələrsə eləsinlər, öz həvəs göstərdikləri musiqi sahəsini insanlara çatdırsınlar. Yəni, elə insanlar var ki, üçün müğənnilik statusuna layiq deyil, amma onlar hələ də konsertlər də verirlər, orada, burada, bir gün orada, bir gün burada, amma əsl layiq olana dəstək olmaq lazımdır, kömək olmaq lazımdır, onları stresdən, yəni mümkün qədər depressiyadan və o finala keçə bilməməklərini xatırladan anlardan bir balaca uzaq tutmaq lazımdır. Yəni bu hələ təzədir, hələ dünənləri olub. Yəni atlatmalarına bir balaca dəstək durmaq lazımdır. Stres olmasın, əsəb olmasın, gərginlik olmasın. Ən azından tək onlar üçün yox, yəni keçə bilməyən bütün uşaqlara yəni bu lazımdır ki, yəni onlar moddan düşməsinlər. Yəni öz mental modlarını yəni aşağı salmasınlar da, çünki hələ bu son deyil. Çünki sən hər dəfə bir insana desən ki, hə, bax, sən də alınmadı, bacarmadın, olmadın, həmin o deyilən sözlər o insanların motivasiyasını aşağı salır. Məsələn, mən adi özümdən deyim ki, məsələn, mən toxuculuqla məşğulanda, məsələn, mən bir şeyi toxuyanda, məsələn, o şey mənim xoşuma gəlməyəndə ümumiyyətlə çıxarıb atıram. Heç geyinmirəm də, amma bir adam məsələn deyəndə ki, hə, məsələn, bu şey sənə nə qəşəng yarasın, nə qəşəng toxunmusan, o saat həvəslənirəm, o şeyi məsələn həmişə istifadə edirəm. Yəni o da elə bir şeydir. Yəni mümkün qədər hələ təzədir. Yəni o çox hiss elətdirmək lazım deyil. Bir balaca yanlarında olmaq lazımdır, dəstək durmaq lazımdır. Bu hələ son deyil. Yəni Eurovision heç nəyin sonu deyil. Nətər ki, Eurovision elə bir şeydir ki, yəni orada musiqi ilə məşğul olan bütün insanların verdiyi bir imtahan kimidir, bir mərhələdir. Onlar oradan uğurla keçə də bilirlər, keçməyə də bilirlər. Ondan sonra gəlirlər, daha yaxşı işlər görürlər, daha yaxşı uğurlara imza atırlar. Məncə bizim uşaqlara sadəcə uğur arzu eləmək lazımdır. Hamısı möhtəşəm idi, hamı süpersiz, hamınızı çox sevirik.